Selamun Aleyküm ve Rahmetullah. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil Alemin. Ve sallallahu ala seyyidina ve nebiyyina Muhammed ve ala alihi tayyibine tahirinel ma'suminel muntecebin. Hoş gördük sizleri. Aziz Ehl-i Beyt aleyhissalatu vesselam aşıkları. İmam Rıza aleyhissalatu vesselamın aşıkları. İmam Rıza aleyhissalatu vesselamın əzəmətli məhzərindən hər birinizə duacıyıq. Allah Teala sizə və vizamlarımıza izzət ata eləsin. Həzrətin zuhuru da təcil olsun inşallah. Çətinlikdən bütün bu dünya qurtarsın, nicat tapsın. Biz bu kitabdan, Ömrün Meyvəsi kitabından gəlib buraya yetişdik ki, insanlar, ağıllı insanlar, iman əhli Allah'tan bu istəyi, bu tələbi eləyərlər ki, zövcələrindən və övladlarından əməli salihlər və insanlara, belə də təqvalılardan və insanlara rəhbərlik edə biləcək övlad istəyərlər. Bu baxımdan bunu biz sizin xidmətə çatdırdıq və bunu qeyd elədik ki, bu istəklər fitridir, amma möminlərdə bu fitrət çox genişdir. Yəni, möminlər bunu Allahın izni ilə ciddi bir şəkildə bu işə yanaşırlar və bu işin baş tutmasını Allah'tan arzu edirlər. Dedik ki, övlad gərək tərbiyə olunsun. Öz-özlüyündə övlad tərbiyə olunmaz. Əgər biz bir insanı təsəvvür eləsək ki, günah deyil də təsəvvür etsən, Amazon meşələrində onu buraxasan, heç bir insan orada fəaliyyət göstərməsin. Yəni, insan orada rol oynamasın. O tiflin, o uşağın hansısa bir heyvanın dalaca üzsəm, heyvanın dalaca düşsə və onun tərbiyəsini götürsə də çünki insandır, ondan fərqləndiyi üçün özü gözü görər də, ağlı var da, ağlı nə qədər də olsa o həmən heyvandan onun ağlı geniş inkişaf etmiş olar. Onda qərizidir, instinktdir, amma bu insanda isə ağlı var. Bu öz fitrətinə qayıdacaq hər bir halda. Bu öz fitrətinə qayıdacaq və sual verəcək ki, öz-özünə ki, aya, mən nə üçün bundan fərqlənirəm? Bu sualın özü kökündə bunun belə deyək, fitrətən digər məxluqlardan ümumiyyətlə fərqləndiyi üçün belə deyək, meydana çıxır və meydana çıxacaq. Bu özünə sual verəcək. O sualın cavabını isə yəqinə çatana qədər tapa bilməz. Yəni, necə yəqinə çatacaq dərəcədə? Biz əgər bir insanı qoysaq 10 ildən sonra onun ardıca geçsək, ta onu öz səviyyəmizə qədər də yaxınlaşdırsaq, bu baxımda əhliləşdirməyə doğru geçsə, nə qədər ki o həmən insanın, adlı bir insanın, adlı bir 10 yaşlı körpənin, insanın da, cavanın, yeniyetmənin səviyyəsinə onu salmaq üçün, gətirmək üçün, onun üstə o qədər əziyyət çəkiləcək ki, o, üzrsən, meşədə gördüyü heyvanı xüsusiyyətləri yaddan çıxartsın, insanı xüsusiyyətlərə tərəf hərəkət etmiş olsun. Amma olacaq. Niyə? Çünki bunun fitrətində bu nişan, bu məqsəd ciddi bir şəkildə buna yol göstərəcək. Həm o fitrətinin insafının gücü ilə, həm də mürəbbilərin, təlim verən müəllimlərin gücü ilə gəlib o səviyyəni əldə eləyəcək. Nə üçün? Çünki bu insandır. Bəs insan digər məxluqatlardan fərqlənir. Nə ilə? Zəkası ilə, ağlı ilə, fitrəti ilə. Onun üçün biz ailədə bu insanları ki, Allah Teala bəxş edib övlad qismində bizə nə cür tərbiyə etməliyik? Deməliyik ki, övlad tərbiyəsində 3 əsas amil zəruridir. 1. Sağlam ailə mühiti. 2. Uşağın hüquqları. 3. Uşağın vəzifələri. Əziz və dəyərli qardaş və bacamız, növbəti dərsimizdə inşallah bunun ardından sizin xidmətinizə olacaq, danışacaq. Allah sizə bizamlarımıza izzət versin. Allah övladı olmayanlara övlad nəsib eləsin. Vəssalamu aleykum və rəhmətullah.